Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində sizin üçün əsas yola yaxın 160 nömrəli avtobusun yoluna yaxın 4 sotda 3 mərtəbəli şəxsi ev dostlar. 6 otaqlı evin çəkilişinə gəlmişik. Plus mansarı. Değerli dostlar, evimiz 4 sotdadır. Tam asfaltın üzərindədir. Evimizin sağı solu zaburda değil. Ətraflı sizin üçün məlumat verəcəm. Sizdən xahişim, videonun sonucan izleyin ki, videonun sonunda qiymət deyiləcək. Bu hissədə dostlar, ayaq yolusudur, əl damıdır, kombisidir, buradadır dostlar. Qazı, işığı, suyun azər sudur, sayğacları da var. Məhrəmiz də, küçəmiz də göstərim sizin üçün. Evimiz tam asfaltın üzərindədir. Geniş küçə dostlar, gördüğünüz kimi geniş küçə. 160 nömrəli avtobusun yoluna da yaxındır. Qazımız, işığımız, suyumuz, hər bir şey qaydasındadır değerli dostlar. İndi keçirik evin içərisinə sizi tanış edəcəm. Evimiz 4 sotdadır. Qiyməti də münasib qiymətə deyilir. İndi keçirik evə dostlar. Bir girişdə dostlar koridorumuz var. Tam ətraflı sizin üçün çəkirəm. Evimiz şəxsi evdir. Burada girişdə yenə belə bir koridordur. İlk olaraq hanımları nəzərə alaraq mətbəxlə sizi tanış edeyim. Belə bir qəşəng geniş mətbəximiz var değerli dostlar. Təbii ki, müəyyən əşyalardan da qalacaq. Burada aşağı mərtəbədə değerli izləyicilərimiz, bu hissədə belə bir geniş qonaq otağımızdır. Qonaq otağımız da qəşəng genişdir. 2 dənə pəncərəsi var. Beton monolitdir dostlar. 1 ilə 2'nin arası beton monolitdir. Burada bizim sanitar və sanuzelімizdir. Bu hissədə gördüğünüz kimi qəşəng genişdir. Buradan da indi keçirik aşağı otağa tanış etmək. Burada bizim belə bir xudmani uşaq otağıdır. Aşağı mərtəbədə değerli dostlar. İndi qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbəyə də qalxırıq. 1 ilə 2'nin arası beton monolitdir. Değerli dostlar, qalxdığımızda belə bir geniş holumuzdur. Qəşəng bir geniş holdur. Burada bir dənə belə bir yataq otağımızdır. Bu bizim ikinci belə bir geniş yataq otağıdır. Bu da bizim üçüncü geniş yataq otağıdır. Değerli dostlar, bu hissədən də balkona çıxışı var. Üçüncü mərtəbəsi mansardır değerli dostlar. Mansarımız belə deyim də üst atmasıdır, poludur, vurulubdur. Yəni təmirə ehtiyac var. İndi sizin üçün qiyməti çıxarın çöl görünüşündən sizə deyirəm. Bəli dostlar, bu bizim 3 mərtəbəli ev 4 sotda olan evimiz 155.000 manatdan çıxıb satışa. İnşallah gəldinizə yenə də real alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.